Lənkəranda 2 mərtəbəli evdə yanğın olub. Today Press TV APA-ya istinadən xəbər verir ki, hadisə saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Qurbanova məxsus 2 mərtəbəli 8 otaqlı evdə başlanan yanğın bir anda ətrafa yayılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Ev sahibi bildirib ki, yanğın baş verən zaman 5 nəfər ailə üzvü ilə Bakı şəhərində olub. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyiblər. Bakıdan evlərinə qayıdan ailə evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görüblər. Ev sahibi iddia edir ki, evdən oğurluq olub. Hətta oğurluq edənlər mətbəxdə mürəbbə yeyib, sonra evə od vurublar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rızayev bildirib ki, yanvar ayının 6-sında Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Namiq Abbasov, Today Press TV.